Hər kəsə salam. Gəlin ikinci zona 11-ci sinif buraxılış suallarına da baxaq. Deməli 11-ci suala baxıram. Definition istəyir, yəni izahını tapmaq. Donate kiməsə belə deyək, pul iyanə verməkdir. Xüsusilə bəli, pul ehtiyac içində olan insanlara nəsə vermək. Bir də olacaq B variantı. Value dəyər vermək, kiminsə və ya nəyinsə vacib olduğunu düşünmək. Defend nəyisə kimisə nəyisə mübarizəyə qarşı, hücuma qarşı müdafiə etmək. Doğru cavab olacaq E variantında. Düzgün sual cümləsini seçin. Həm birinci zonaya düşüb 2025-ci ildə, həm də deməli düşüb ikinci zonaya. How many pieces of furniture sual sözümüzdür. Köməkçi feil, mübtədə əsas feil. Deməli baxaq. Did they buy? Bir tamamilə doğru. Burada isə artıq how many pieces of furniture were bought? To be, participle to. Bu artıq sual cümləsində məhsul növüdür. Amma məhsul növü ümumilikdə bir sual sözü və daha sonra xəbər formasında yazıldı. Yəni düzdür. Bought, they və ya they bought olmaz. Çünki keçmiş sadə zamandan söhbət gedirsə, did they buy sadəcə birinci variant düzdür. Cavab olacaq A variantı. Yenə sual cümləsi ikinci dəfə düşübdür. Birinci zonada olduğu kimi ikinci zonada da məhsula çevirməliyik. Do və feildən sonra tamamlığımız təkdədir. İndiki zamanda iz axtarmalıyıq. Deməli, C ilə E-də görürük. İzlə bin işlənmir, E-dədir. Cümlə qurmaq yenə ikinci zonaydı düşübdür, amma biraz daha balaca cümlə qurmaqdır. Deməli, for 2 hours yazın. Çünki for davam etmə müddətini göstərir. The boys cümlə ondan başlayır təbii ki də. Have been playing tennis. Deməli, at the stadium. 4-1, deməli, gəlin baxaq. 4-5-1-6-3-2. Swapda uyğun olaraq. As çünki mənasını daşıyır. Çünki ingilis dilisi əladır, o yaxşı iş tapa biləcək. Baxın, modal feil istəyir. Has modal feil kimi has to olardı. Has modal feil deyil. Üçü də inkar edir də bizi. Zaten bunun quruluşu yanlışdır. Bunun da to'su yoxdur. Bunun da to'su yoxdur. Həm quruluşları yanlışdır, həm də üçü də inkardır deyə bizə elə bir mesaj verir ki, mən səhvəm. O yaxşı iş tapa biləcək B variantı. Daha çox izahlar və dərslərimlə bağlı məni izləməyə və şərhdə mənə yazmağı unutmayın.